Xoş gördük. Xoş gördük Zəhra xanım. Necəsən? Çox sağ olun. Siz necəsiz? Bugün gözələm. Bugün Mhm. çox qəşəng mövzu ilə gəlmişəm. Nədən danışırıq bugün? Bugün bolluq bərəkətdən danışırıq. Para, para, para. Hər kəsin sevdiyi İnsanları para. tək xoşbəxt edən şey bəlkə də əksəriyyətinin elə puldur. Bəli. Bugün Sonra da deyirlər ki, pul xoşbəxtlik deyil. yox, bugün yanlış inanclarımızı dəyişəcəyik. Pul əl çirkidir kimi mövzuları. Bir şey ki, bu məni xoşbəxt edirsə, necə o çirk ola bilər? Bugün rifahdan danışırıq, bolluq bərəkətdən danışırıq. Bolluq bərəkət deyənə təkcə pul mövzusu deyil, eyni zamanda biz sevginin bolluğundan, rifahın bolluğundan, huzurun bolluğundan danışacağıq və elə bolluq bərəkət demişkən pul mövzusunda da mənfi inanclarımız, neqativ inanclarımızdan danışacağıq. Bugün elə ilk tapşırıqla başlayım, daha sonra məlumat verim. Birinci tapşırığımız o olacaq ki, pulla bağlı nə inanclarınız var? Uşaqlıqdan necə böyümüsüz? Məsələn, necə bir inanc var ki, pul nədir? Pul ... 100 dənə inanc yazacaqsınız pula aid. Valideynlərdən keçən, ətrafınızdakı insanlardan keçən, özünüzün pulla bağlı yaşadığınız hər hansısa bir hadisələrlə və yaxud da yaşadığınız bir düşüncə ola bilər ki, özünüzün yaşadığı hər hansısa bir hadisələri və yaxud da ki, hansısa bir inancınız ola bilər ki, bunu yazacaqsınız 100 dənə. Məsələn, sənin nə inancın var? Pul nədir? Mənfi inancdan söhbət gedir. Şəxsən mənim özümün belə inancım yoxdur pulla neqativ olan baxımdan. Pulu sevirəm. Yəni qısıtlamıram da pulu o baxımdan. Nə qədər çox olsa o qədər yaxşıdır. Hətta olsun, limitsiz dərəcədə olsun. Niyə də olmasın ki? Amma eşitdiyim bir fikir var ki, misal üçün də, hətta bunu ölkədə deyirlər ki, Azərbaycanda pul qazanmaq çətindir, qazana bilmirəm. Maksimum 400 manat maaş ala bilərəm, 700 manat maaş ala bilərəm. Bundan artığını fikirləşə bilmirlər. Daha sonra pul əl çirkidir, siz özünüz ən məşhuru budur. Pul xoşbəxtlik deyil. Təbii ki, yəni hər şey. Pulum azalsın, Hə, pulum az olsun, amma özümü yaxşı hiss edim, huzurlu hiss edim. Pul sanki həmin insanlara huzursuzluq verir. Yəni məsələn, biz oturub fikirləşək ki, 1 milyon pulumuz var. İçimiz huzur dolu olar, yoxsa tedirginlik? Əksəriyyətində tedirginlikdir. Əslində o həyəcan hissidir. Ay neyniyərəm? Birinci hardan başlayım? Nəyə xərcləyim? Nəyə edim? Hansını həyata keçirim? Və yaxud da birdən oğurlayarlarsa, birdən itirərəmsə, birdən bu qədər əziyyətlə qazanmışam gedərsə və buna görə də biz artıq həmin o rifahımızın qarşısını almış oluruq. Hər səhər oyananda biz nə edirik? Təşəkkür etməyi və şükr etməyi öyrənməliyik. Nə sizə gəlirsə, bu təkcə bolluq bərəkət rifahla əlaqədardır. Səhər-səhər oyandınız, yatdığınız çarpayıya belə təşəkkür edin. Çünki siz orada daha rahat yatmısınız. Və səhər-səhər oyananda ona təşəkkür etməyiniz avtomatik olaraq digər başqa təşəkkür edəcəyiniz şeyləri də yadınıza salacaq. Hər səhər tapşırıq bu ikinci tapşırıq olacaq ki, hər səhər oyananda yatdığınız çarpayıya, yaşadığınız həyata, nəfəs almağınıza, oyanmağınıza, oyana bilməyinizə, sağ-salamat olduğunuza, rahat, huzurlu olduğunuza, bunların hər birinə şükr etməklə başlamalısınız ki, daha sonra şükr edəcəyiniz şeylər həyatınızda çoxalsın. Və eyni zamanda bunu güzgünün qarşısında afirmasiya olaraq da deyəcəksiniz. Mənim hər zaman etdiyim bir şey var. Səhər oyanan kimi pəncərəni açıram. Həyatın mənə gətirdiyi bütün rifahı qəbul edirəm deyirəm. Qollarımı açıram, qəbul edirəm. Kainatdan bunu qəbul edirəm. Həyatımda mənə yaxşı gələn nə varsa, rifahımı, bolluğumu, bərəkətimi artırıram. Təşəkkür edirəm buna görə, şükr edirəm buna görə. Və bunların hər biri artıq bizə daha sonrasında digər şükr edəcəyimiz, minnətdar olacağımız şeyləri də artırır. Birinci növbədə məsələn deyirlər ki, mən bu düşüncədəyəm, bu afirmasiyaları edirəm, amma yenə də alınmır. Bunların hər biri nədir? Bizim qıtlıq bilincimizin olması. Əgər mən daha çox nəsə alış-veriş eləyəndə kalkulyatordan istifadə edirəmsə, hesab-kitab edərək edirəmsə, 5 manat pul xərcləyəndə özümü yaxşı hiss etmirəmsə ki, ayda niyə xərclədim, bilsəydim etməzdim, peşman oluramsa, artıq bu qaynaqlar mənə işləmir deməkdir. Pul qaynaqları mənə işləmir. Mən onlara işləyirəm.
Daha sonra 500 manat, 600 manat maaş alıram. Bunların hər biri mənim artıq xərclərimi həyata keçirə biləcək, yəni xərclərimi ödəyə biləcək dərəcədədirsə, daha sonrasında mən oradan hər hansısa bir özümə yatırım edə bilmirəmsə, kənara qoya bilmirəmsə bunu, hər biri tamamilə bizim pulun bizə işləməsi deyil, bizim pula işləməyimizi, bizim pula kölə olmağımız deməkdir. Və yığacağınız pul bolluq bərəkətinizi artırmağınız üçün və eyni zamanda özünüzü daha rahat hiss etməyiniz üçün bir banki götürə bilərsiniz. Onun içərisinə yazacaqsınız hansısa bir arzunuzu, məsələn, maşın, ev və sair digərlərini. Ona niyyət edərək pul yığacaqsınız. Dar gün pulu olmaz. Dar gün pulu dar günü gətirir. Xəstəlik üçün qoyulan pul xəstəliyi gətirir, çəkir, gətirir. Və buna görə də sizin pul qablarınız uzun olmalıdır. Yəni balaca biz əksər qadınlar, xanımlar balaca pul qablardan istifadə edirlər. Pulun orada yeri dar olur. Ona görə də ora bolluq bərəkət gəlmir. Məsələn, səni bir otağa qoysalar, özünü necə hiss edərsən dörd divar arasında? Təbii ki, sıxıntı ola Bəli. bilər. Eyni zamanda enerjidən ibarətiksə, yəni biz də enerjidən ibarətiksə, o zaman pul da enerjidən ibarətdir və o hara gələcək? Daha rifah olduğu yerə, daha böyük, geniş yerinin olduğu yerə gələcək və pul kartlarınızı pulunuzla bərabər saxlamırsınız. Nə olursa olsun, istər gəlir əldə etdiyiniz kart və ya da başqalarına ödəmə etdiyiniz kartlar, bunların hər birinin bölgəsi başqa bir yerdə olmalıdır. Bacardığınız qədər çekləri sumkanızdan, çantanızdan çıxardın. Bacardığınız qədər çekləri ƏDV-sini vurmusunuzsa, çekləri tamamilə pul qabınızdan çıxardırsınızsa, pul qabıya qoymursunuz. Çünki çekin olması pulun getmə enerjisini daha da çoxaldır. Ona görə çalışın ki, işıq pulu, qaz pulu, su pulu və sair digər çeklərin hər biri qarşılıqdan kənarda olsun. Bəs gəlməsi üçün nə edə bilərik? Gəlməsi üçün sitrin daşından istifadə edirsiniz. Sitrin daşını qoya bilərsiniz. Eyni zamanda dəfnə yarpağının üzərinə bolluq bərəkətimi daha da artırıram deyərək bu cüzdanınıza qoya bilərsiniz. Bu çox effektivdir. Mən özüm də bunu istifadə edirəm. Və hər gün mənə gələn bütün qaynaqlardan bolluq bərəkəti qəbul edirəm deyirsiniz. Məsələn, siz düşünürsünüz ki, hə, aylıq filan yerdən mən maaş alacağam, bu pulu götürəcəm. Amma o aylıq maaş gələnə qədər mən başqa yerlərdən də əldə edə bilərəm o pulu. Bəzən elə bir şey ola bilər ki, heç ummadığımız bir yerdə, ummadığımız bir qaynaqdan bizə pul gələ bilər. Buna görə də bunların hər birinə yeniliyin, hər birinə açıq olmaq lazımdır. Sən əgər fokusunu bir yerə versən ki, mən ancaq burdan gələ bilər, mən maaşdan əlavə nə qazana bilərəm ki desəz, başqasının əlindən keçən bir pul da sizə gələ bilər. Eyni zamanda kiməsə yardımçı olarsınız, onlar sizə hər hansısa bir pul verə bilər, miras sizə qala bilər ki, hər kəs arzu edirəm bunu. Və bunların hər birinə də sonsuz limitlərin və qaynaqların olduğu bir yerdir və bunu artıq siz qəbul etdiyiniz zaman özünüz də həyatınızda görəcəksiniz. Və daha sonra pulu xərclədiyiniz zaman nə etməlisiniz? Hansı səhvlər edirik? Pulu xərcləyəndə pulu qatlamırıq. O qatladığımız yeri özümüzə doğru etməliyik. Pulu qatlayırıq. Pulun uc hissəsi bizə doğru olmalıdır ki, xərclədiyimiz pul bizə geri qayıtsın. Və eyni zamanda xərclədiyimin 10 qatı, 100 qatı, 1000 qatı mənə geri dönür. Artaraq, çoxalaraq kainatda bu mənə geri dönür. İnanıram buna, təşəkkür edirəm deyirsiniz hər pulu xərcləyəndə və görəcəksiniz ki, həqiqətən də həyatınızda xərclədiyiniz pul artıq getdikcə limitsiz olur. Bu da nəyin göstəricisidir? Bolluq bərəkətinizin göstəricisidir. Pul qaynaqlarının sizə işləməsinin göstəricisidir. Eyni zamanda bunları mən bugün pul üçün deyirəm. Amma siz bunu hər anlamda, həyatınızda sevgini böyütmək istəyirsinizsə, huzuru böyütmək istəyirsinizsə, o zaman bunların hər birini elə bu mövzularda da edə bilərsiniz. Daha sonra mən sizə bir afirmasiyalar deyəcəm. Həmin afirmasiyalardan istifadə edəcəksiniz. Tapşırığınız bu olacaq ki, eyni O zamanda zaman hər kəsə bildirək, bir qələm, bir vərəq götürsünlər və tapşırığı qeyd edək. Tapşırığımız nə olacaq? Pulla bağlı inanclarınız varsa bunu yazacaqsınız. Pul və gəlirlə bağlı olan təsəvvürləriniz nədən ibarətdir? Bu suala cavab verəcəksiniz. Məsələn, pulla bağlı ən böyük qorxunc ... nədir? Ən böyük qorxunc nə ola bilər məsələn? Ən qorxusu nə ola bilər? Pulum oğurlana bilər. Ay sağ ol. Pul çalınır. Bunların hər birini yazacaqsan və 100 dənə yazacaqsan. Eyni zamanda. İkinci tapşırığımız bu olacaq ki, uşaqkən pulla bağlı nələri öyrənmisiniz, nələri eşitmisiniz? Ailənizdə büdcə necə idarə edilirdi və özünüz öz büdcənizi necə idarə edə bilirsiniz?
bu suallara cavab verəcəksiniz. Ailənizdən gələn ənənələr sizdə də varmı? 10 manatım varsa 5-ni qoyum kənara, 5-ni xərcləyim kimi ənənə, adət. Və yaxud da digərləri, bunu da 30 dənə yazacaqsınız. Daha sonra isə nələrdən istifadə edirik? Yaxşı olan hər şeyi qəbul etməyə hazıram afirmasiyasından istifadə edirik. Bu artıq sizin həyatınızda bollluq bərəkətinizin artması üçün, eyni zamanda özünüzü daha rifahınızı artırmağınız üçündür və bu sizə artıq digər kainatdan gələn sonsuz enerjiyə açıq olduğunuz göstəricisidir. İndi isə afirmasiyaları oxuyuram. Mən sizin üçün öncədən qeyd etmişəm. Oxumadan əvvəl bir şey deyim. Misal üçün dediniz ki, ailədən gələn. Ailədən gələn bir dənə bu şey var idi ki, diqqətimi çəkdi. Ani ağlıma gəldi. Boş şeylərə pul xərcləmə. Lazımsız şeylərə. Və ya nəsə o an içindən gəlir, alırsan, evə aparırsan, bunu niyə almısan kimi reaksiya alırsan artıq. Bu da yəni indi yəqin ağlıma gəldiyinə görə yəqin bu da qısıtlayır. Əlbəttə. Məsələn, sənə bir hədiyyə alınır. Sən ona desən ki, mən bunu nə edirdim, istəmirəm, mən buna ehtiyacım yoxdur. İkinci dəfə mən sənə hədiyyə almayacağam, o həvəsdə olmayacağam. Amma sən desən ki, necə gözəl, gözlənilmədiyi bir yerdən hədiyyə aldım və s. Bunu belə desən, mən artıq ikinci dəfə sənə hədiyyə almağa daha cəsarətli olacağam, daha özgüvənli olacağam və sevərək alacağam bunu. Eyni zamanda kainat da bu cür işləyir. Əgər sənə gələn enerjiləri qəbul edirsənsə, buna minnətdarlıq duyursansa, bu zaman artıq kainat səni daha da sevindirmək üçün 2 qat nələrsə etməyə başlayır. Amma yox, bunu niyə aldın, bunu niyə belə etdin deyirsənsə, avtomatik olaraq bu enerjini sən bağlamış olursan. Enerji, bərəkət kanalını bağlamış olursan. Bir də bunu eşitmişdim ki, pulun arxasıca daha çox qaçmaq da pulu qaçırdır. Bəli, bundan öncəki efirlərdə də demişdik ki, nələri boş buraxırsansa, nələri axışa buraxırsansa, o sənə daha tez gəlir. Nəyi daha çox sıxıb saxlayırsansa özündə, o səndən daha da qaçır. Çünki sən onu istəyirsən deməkdir. Amma nəyisə istəyirsən və bunu axışa buraxırsansa, o sənə tez gəlir. Bunun üçün pulun arxasınca deyil də, siz öz xidmətinizi edin, siz öz missiyanızı həyata keçirin, öz işinizlə məşğul olun. Bolluq, bərəkət zaten sizə gələcək və afirmasiyaları etməyi unutmayın. Bunun üçün mən sizə afirmasiyaları deyirəm. Mən bilirəm ki, həyatla bütünləşmiş bir insanam. Sonsuz müdrikliklə əhatə olunmuşam. Ona görə də kainatın mənə yalnız pozitiv üsullarla dəstəkləyəcəyinə tamamilə arxayınam. Ehtiyac duya biləcəyim hər şey bu həyatda hazır şəkildə məni gözləyir. Bu planetdə mənim yeyə biləcəyimdən daha çox qida var. Xərcləyə biləcəyimdən daha çox pul var. Tanış ola biləcəyimdən daha çox insan var. Yaşaya biləcəyimdən daha çox sevgi var. Təsəvvür edə biləcəyimdən daha çox sevinc və xoşbəxtlik var. Bu dünyada mənim ehtiyac duyduğum və arzu etdiyim hər şey var. Onların hamısı mənim üçündür. Hamısını əldə edə və istifadə edə bilərəm. Sonsuz zehin və sonsuz zəka mənə həmişə hə deyir. Nəyə inandığımdan, nəyə düşünməyimdən, nəyi söyləməyimdən asılı olmayaraq, kainat mənə hər zaman hə deyir. Mən vaxtımı neqativ fikirlərə və mövzulara sərf etmirəm. Özümü və həyatımı ən pozitiv şəkildə görmək istəyirəm. Mən fürsətlərə və rifaha hə deyirəm. Yaxşı olan hər şeyə hə deyirəm. Bütün arzu və istəklərə kainat tərəfindən hə cavabı verilən, hə deməyi sevən bir insanam və çox xoşbəxtəm ki, bu dünyada yaşayıram. Mən kainatın müdrikliyi ilə vəhdət təşkil etdiyim və kainatın gücündən dəstək aldığım üçün çox xoşbəxtəm və bunun üçün həyata minnətdaram. Bu cümlələrin hər birini qeyd edirsiniz, gözünüzün görə biləcəyi yerdə saxlayırsınız, hər zaman oxuyursunuz, hər gün oxuyursunuz bunu. Və eyni zamanda bolluq, bərəkətin sizə işləməsi üçün bütün kanalları aktiv etmiş olursunuz. O zaman Zəhra xanım, sonlandıraq. Bu günlük də bu qədər deyək. Amma hələ ki deyək, çünki sabah yenidən sizlərdəyik. Bəli. Hələlik. Hələlik, görüşənədək. Görüşərik.